Fevral ayının 28-də başlayan İran-ABŞ-İsrail müharibəsi artıq 4 həftədən çoxdur ki, davam edir. Dünyanın bir sıra nüfuzlu media qurumlarında yayılan məlumata görə, ABŞ 9 aprel tarixində İranla münaqişənin başa çatdığını elan etməyi planlaşdırır. Amma İran hələ də danışığa tam razı deyil və yalnız qarşı tərəfə vasitəçilərlə mesaj göndərir. ABŞ prezidenti Donald Trump və İsrailin baş naziri Benjamin Netanyahu münaqişənin başa çatması ilə bağlı fikirlər səsləndirsələr də, hər iki tərəfin öz şərtləri var. Bu da müharibənin nə zaman sona çatacağını proqnozlaşdırmağı çətinləşdirir. Bəs münaqişənin hazırki mərhələsi necə qiymətləndirilir? 9 apreldə münaqişənin başa çatma ehtimalı varmı? Danışıqlar masası qurularsa, dini, siyasi, hərbi lideri öldürülən İranı kim təmsil edəcək? Suallarımızı siyasi şərhçi Əziz Əlibəyli cavablandırıb. ABŞ, yəni 9 aprel tarixində münaqişənin başa çatmasını hədəf kimi göstərsə də, buna qədər gərək elə addımlar atılsın ki, həqiqətən də həmin nəticəni əldə etmək üçün şəraiti yetişdirmiş olsun. Amma indiki vəziyyətdə İranın da kifayət qədər təsir gücünə malik olan hücumları davam eləyir, artır və region ölkələri üzərində, o cümlədən ərəb ölkələri üzərində. Bu artıq münaqişənin ABŞ dediyi kimi 9 apreldə başa çatılmasını yox, daha çox uzanmasının göstəricisi qismində çıxış eləyir. İkinci bir məsələ, İranın vasitəçilərin sayəsində mesaj göndərməsi və danışıqların yaxın gələcəkdə uzlaşma ilə nəticələnməsi mümkündürmü sualında da uzlaşmanı tapmaq mümkün deyil. Çünki faktiki olaraq hələ tərəflərin hər birinin ayrı-ayrılıqda, ABŞ-ın da, İsrailin də, İranın da maraqlarının təmini prosesi bitməyib. Yəni, tam olaraq kim nə əldə elədi sualın cavabı açıq qalır. Bu mənada biz yeni eskalasiyanın, yeni qarşıdurmanın və hətta yeni əməliyyat planlarının icrasını görə bilərik. Ona görə də uzlaşma haqqında danışmaq indiki vəziyyətdə tezdir. Şübhə yoxdur ki, müəyyən bir periodda belə bir uzlaşmanı biz müşahidə edəcəyik. Amma o zaman ABŞ dediyi kimi ki, 9 apreldə nəticələr əldə olunacaq. Bu tezlikdə olması məsələsini biz istisna eləmiş oluruq. Və əlbəttə ki, İranı kimlər təmsil edəcək? Açığı İranın hakimiyyətinin, dini hakimiyyətinin liderlərin sıradan çıxarılması onların eyni zamanda təsir imkanlarını da xeyli zəiflətdi. Və əvvəlcədən də proqnoz edildiyi kimi hakimiyyətin daha çox Sepahın əlində cəmləşməsi prosesini biraz reallaşdırmış oldu. İndiki vəziyyətdə daha çox dini hakimiyyətdən daha çox diplomatik, o cümlədən parlament və hansısa biraz da bu proksi güclər vasitəsindən danışıqların aparılması daha real görünür. Zaten biz Türkiyənin Pakistanın simasında belə bir cəhdlərin reallaşdırılmasına da şahid oluruq. O baxımdan şübhəsiz ki, İranın təmsilçiliyini bu dediyim formatlar üzərindən qiymətləndirmək olar.